Salam əziz şagirdlər. Bugün riyaziyyat 8-ci sinif KSQ 11-in izahını verəcəm. Mövzumuz ehtimaldır. Birinci sualdan başlayaq. Kubun üzləri yaşıl, sarı və qırmızı rəngə boyanmışdır. Kubu 500 dəfə atdılar və nəticə aşağıda göstərilən cədvəldə göstərilən kimi oldu. Kubun neçə üzünün sarı rəngdə olduğunu düşünmək olar. Sarı 370 dəfə düşübdür. Ehtimalın düsturunu qeyd edirəm. Ehtimal bərabərdir. Əlverişli hallar bölünsün mümkün hallar. Mümkün hallarımız 500'dür. 500. Sarı 370'dir. Yəni əlverişli hallar 370'dir. Bərabərdir. Ona ixtisar edirəm. 50'də 37. Sonra bizə deyir ki, kubun neçə üzünün sarı rəngdə olduğunu düşünmək daha doğru olardı. Onda mən yenidən ehtimal yazıram ki, kubun 6 üzü var. Bu dəfə mümkün hallar olacaq 6. Bunun neçəsi sarıdır? Bilmirəm. X sayda. Burada yazıram X. Ehtimalları bir-birinə bərabər edirəm. Onda 50'də 37 bərabərdir 6'da X-a. 50X bərabərdir 37 vurulsun 6. X da bərabərdir 37 vur 6-nı böləcəksiniz 50'yə. Buradan təxmini olaraq 4 tam bir ədəd olur. Yəni cavabımız olacaq 4. 4 üzünün sarı rəngdə olduğunu düşünmək olar. Keçirik ikinci suala. 2. Nəriman araşdırma zamanı alıcıların ən çox hansı rəng avtomobilə üstünlük verdiyini öyrənmək istəyir. Məlum oldu ki, alıcılar daha çox ağ rəngli avtomobili seçirlər. Nəriman məlumatını təqdim etmək üçün hansı ölçüdən istifadə etsə daha doğru olar. Ən çox ağ rəngli avtomobili seçirlərsə, yəni ən çox rənglər arasında ən çox təkrarlanan nə olur burada? Moda. Moda ən çox təkrarlanandır. Ən çox təkrarlanan modadır. Məsələ 3. Şüşə qabda şokoladla örtülmüş 10 limonlu, 10 südlü, 10 çiyələkli konfet var. Kərim konfetlərdən ikisini yedi. Hər ikisi südlü idi. Kərim daha 2 konfet yemək istəsə, onlardan ikisinin südlü olma ehtimalını hansı ifadənin köməklə tapmaq olar? Gəlin əvvəlcə burada mümkün halları tapaq. Mümkün hallar 10 limonlu, 10 südlü, 10 çiyələkli. Onda bunları toplayıram. Cəmi burada 30 konfet var. Kərim bunlardan ikisini yeyəndə 30 çıxılsın 2, 28 konfet qalır. Əgər bunlardan, yəni ümumi 28 dənə qalır. Bunlardan ikisi südlüydüsə 10 çıx 2, 8 südlü konfet qalır. Onda qalan konfetlərin südlü olma ehtimalı onda daha ikisini yeyəcək də. Ehtimalın düsturuna əsasən ehtimal bərabərdir. Dedik ki, mümkün hallar, burada da əlverişli hallar. 28 dənə mümkün əlimizdə yəni konfet var. 28. Bunlardan neçəsi südlüdür? 8'i. İndi deyir 2 dənə konfet yeyəcək. Birini yedi. Birinin ehtimalı bu. İndi birini yeyəndə 28 çıx 1, 27 dənə bu qaldı. Yenə südlü yesə qalacaq 7 dənə. Onda olacaq mümkün hallar 27, əlverişli 7. Doğru cavab C variantı. Məsələ 4. Sinifdə 30 şagird var. Deməli, yenə mümkün hallar ümumi neçə nəfər var oldu? Mümkün hallar 30'dur. Sinifdən bir şagird seçilərsə, onun əlaçı olması ehtimalı 3'də 2'dir. Deməli, ehtimal P bərabərdir 3'də 2.
Burada mümkün hallar 30'dur. Əlverişli hallar, yəni sinifdə neçə əlaçı olduğunu biz bilmirik. X-dır. Bərabər edirik. 30-da x bərabərdir 3-də 2-yə. Çarpaz vursaq 3x bərabərdir 60-a. X da bərabərdir 20-yə. Deməli, sinifdə 20 əlaçı var. Məsələ 5. Sinifdə şagirdlərin test imtahanında topladığı ballar verilmişdir. A bəndində deyir, məlumatları 41-50, 51-60, 61-70, 71-80 və s. intervallar ayırmaqla cədvəl qurun. Deməli, buraya yazıram birinci 41-50. Gəlin görək 41-50 aralı intervalında neçə nəfər var? Əvvəlcə sayını tapaq. Deməli, 41-50, 42, daha sonra 47, 48, başqa yoxdur. Deməli, buradan yazaq 42, 47, 48. Burada 3 dənədir. Sonra verilib bizə 51-60. 51-60'ları seçək. Əlli bir, 56, 60, 57, bu qədər. Bunları da buraya yazıram. 51, 56, 57 və 60, yəni 4 dənə. Sonra 61, 70. İndi 61, 70'i qeyd edək. 61, 70, 65, 67, 68, başqa yoxdur. Deməli, 65, 67. Burada da 3 dənədir. Sonra 71, 80 gəlir. 71, 80, 74, 73, 74, 76, 74. Oldu 73, 74, 74, 74 və 76. Sonra 81 və 90 intervalında yerləşəcək. Deməli, 82, 86 və 83, 82, 83 və 86. Ən sonuncu 91 və 100 intervalı. Burada da 93 və 94'dür. İndi biz bunları cədvəl şəklində göstərəcəyik. Buradan cədvəl çəkirəm. Buradan yazırıq ki, balların cədvəli. Buradan yazaq intervallar. İntervallar. Buradan yazaq ballar. Buradan da yazaq şagirdlərin sayı. İndi deməli neçə dənə intervalımız var? 6 dənə interval var. Cədvəlin rəngini dəyişim. Cədvəlin rəngini dəyişirəm. Bir 50, ballar 42, 47, 48, şagirdlərin sayı 3. 51, 60, 51, 56, 57,
60, şagirdlərin sayı 4. 61, 70, 1, 2, 3. Deməli 65 var, 67, 68, bura 3, 71, 80, 73, 74, 74, 74 və 76. Demək, burada yazmamışıq, 5'dir. Burada da 3 və 2'dir. 81, 90, 83, birinci gəlir 82, 83, 86, 3'dür və 91, 100, 93, 94, burada da 2'dir. A variantını həll etdik. B variantında bizə deyir ki, median hansı intervala düşür? Median ədədlər sırasında ortada qalandı. Baxın, sayları ilə yazsaq 3, 4, 3, 5, 3, 2. Demək, bunları toplayanda edəcək 20. Burada 20 dənədir. Cüt sayıdadırsa median ortaya düşəcək. Yəni median düşəcək. Deməli 20-ni bölürəm 2-yə. Eləyir 10. Düşəcək 10-cu və 11-ciyə. İndi biz burada tapmalıyıq ki, 10-cu və 11-ci hansıdır? Bunları sırayla düzək. Qısa yoldan da tapa bilərik. Baxın, 7, 10-cu buradadır. 10 çünki burada tamamlanır. Buradan bura 10 eləyəcəm. 10-cu buradadır, 11-ci də buradadır. Yəni bu 3, 4, 3. Baxın, bura var, bura, bu 3, 3, 4, 3. Bax, burada bu üçüncünün sonuncusudur. Median 68'dir. Bunun da birincisidir. Yəni 68 ilə 73'dür median. 63, ortada qalan bunlar üstə gəl. 73, daha doğrusu 68'dir bu. 68, 73 böləcəksiniz 2'yə. 1, 141 bölünsün 2, 70 tam onda 5. Bu olacaq sizin median. Median. Yenə də sizə aydın olsun deyə mən bunları sırayla düzüb buradan da yazacağım. Baxın, sırayla düzsək, deməli bunları götürürəm buradan bu şəkildə sırayla. Ortada qalan medianı dedik. Cüt sayda olduğu üçün ortada cüt sayda qalacaq. Deməli 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3 bunlar kənara. 1, 2, 3, 1, 2, 3. Görürsünüz, 3 ayırdım. Ortada nə qaldı? 68 ilə 73 qaldı. Onda median tapmaq üçün biz bunları toplayırıq. Bölürük 2'yə. Az əvvəl bunu yazdıq artıq. Bölürük 2'yə. Elədi 70 tam onda 5. Burada tapmışdıq. Keçirik C-yə. Bu dəfə ədədi ortası deyir, hansı intervala düşür? Ədədi ortanı tapmaq üçün, yəni baxın, bu sırada yazdığımız bütün ədədləri toplamalıyıq. Bunları toplayırıq. Buradan yazıram. Belə. Demək, bunları toplayacağıq. Bunların sayı 20 idi. Bunları topladınız. Topladıqdan sonra böləcəksiniz 20'yə. Aralarını toplamaya yazırım. Bölünsün 20. Bərabərdir. Bərabərdir. Deməli, bunlar toplayanda edəcək 1286 bölünsün 20. Bərabərdir 64,3. 64,3 hansı intervala düşür? 64,3 baxın bu intervala düşür. 61, 70 intervalına. 61, 70 intervalına. Bunun da cavabı olur 61, 70. Median da 70,5 hansı intervala düşmüşdü? Burada deyir, kürələr yerinə qaytarıldıqda. Ümumi mümkün hallar 8 dənə kürə var. Bunlardan 5'i ağdır. 8'də 5 vurulsun. Kürələr yerinə qaytarılırsa yenə mümkün hallar 8'dir. Yenə 5 dənə ağ kürə var. 5 dənə çıxma ehtimalı var. Yəni cavabımız olur 64'də 25. B variantında deyir, yerinə qaytarılmadıqda. Onda 8 dənə kürə var. 5'i ağ çıxa bilər. Amma artıq yerinə qaytarılmayıb. 8 kürədən 7 dənə qalıbdı. Mümkün hallar 7. 5 dənə kürədən də biri çıxıb sağdan 4 dənə qalıbdı. Onda bizim cavabımız olacaq 14'də 5.
Keçirik 7-yə. Diaqramda imtahan nəticələri haqqında məlumat verilmişdir. Birincidə deyir ki, imtahandan 7 nəfər keçməyibsə, neçə nəfər uğur qazanmışdır? Keçməyənlər deyir 7 nəfərdir. Deməli, keçməyən 7 nəfərdir. 7 nəfəri bizə verib 120 dərəcə. Onda ümumi diaqram 360-da. 360-dan 120 dərəcəni çıxsaq, bura qalır 240 dərəcə. 240 dərəcəni tapaq. Edəcək x. Buradan x-i tapmaq üçün 240-ı vururam. 7-yə bölürəm 120-yə. Edir 14. Neçə nəfər uğur qazanıb? Keçənlər 14 nəfər. İkincidə deyir ki, imtahan iştirakçıları arasından ümumi nə qədər iştirakçı var? Deməli, 14 üstəgəl 7, ümumi bizdə 21 nəfər var. Bir nəfər seçilərsə uğurla vermiş şəxs olması ehtimalı. Ehtimal bərabərdir. Mümkün hallar 21 nəfər var. Demək, bunlardan neçəsi uğur qazananlardır? 14-dür. Onda bura yazıram 14. 7-yə ixtisar edirəm. Edir 3-də 2. Üçüncüdə bizə deyir ki, imtahanda iştirak edənlər arasında təsadüfən 2 nəfər seçilərsə, hər ikisinin imtahanı uğurla verilmiş şəxs olması ehtimalı bu dəfə mümkün hallar deməli 21-dir. Neçəsi uğurla keçib 14-dür. 21-də 14 vurulsun. Artıq 1 nəfər seçilib, 20 nəfər qalıb. 14 nəfər uğur qazananlardan da 13 nəfər qalıb. Burada da olur 13. 2 nəfər seçilir axı. 2-yə ixtisar edək 10, 7, 7-yə ixtisar etsək 3, 1. Olacaq 30-da 13. Baxın, təkrar deyirəm. Ümumi 21 nəfər var. Bunlardan 14 uğur qazanıb da artıq birinci seçim oldu deyə 21-dən 1 çıxırsa 20 nəfər qaldı. 14-dən 1 çıxırsa 13 nəfər qaldı. Bu dəfə 20-də 13 olur ehtimal. Bunun da cavabı oldu 30-da 13. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.